Lenin siyasi səhnədən gedişindən sonra Stalin hakimiyyətdə mövqeyini daha da möhkəmləndirərək inqilabın yetişdirdiyi yenilikçi rəqiblərini bir-bir sıradan çıxarmağa başlamışdı. Stalin başlıca məqsədi ilk rəqiblərin içərisində növbədə güclü mövqeyə sahib inqilabın ideoloqlarından olan Lev Davidovich Trotskini zərərləşdirmək idi. Bu məqsədlə də Trotskini siyasi səhnədə küncə sıxışdırmağa çalışır və sonda buna nail olur. İlk növbədə Trotskini sürgünə yollayaraq mərkəzdən uzaqlaşdırır, sonra isə tamamilə ondan qurtulur. Trotski isə sürgündə olarkən hələ də geri dönəcəyinə inanaraq mərkəzdə olan tərəfdarlarına məktub yazır, təlimatlar verir. Bugün təqdim edəcəyimiz məktub da bu qəbildəndir. Trotski məxfi qrifli həmin məktubu 1933-cü ilin mart ayının 15-də partiyanın siyasi bürosuna ünvanlamışdı. Beləliklə, Təxminə Bədəlovanın və Həbib Həbiboğlu'nun Azərbaycan dilinə tərcümə etdiyi həmin məktubu təqdim edirik. Trotski yazırdı: Komünist Partiyasının siyasi bürosuna. Mən hazırda Sovet dövlətinə rəhbərlik edənlərin məsuliyyət hisslərinə bir daha müraciət etməyə cəhd göstərməyi özümə borc bilirəm. Ölkədəki və partiyadakı vəziyyəti siz məndən daha yaxından görürsünüz. Əgər daxili inkişaf bundan sonra da indi getdiyi reyslə irəliləyəcəksə, fəlakət labüddür. Bu məktubda həqiqi vəziyyətin analizi verməyə heç bir lüzum yoxdur. Bu, yaxın günlərdə çıxacaq 33 nömrəli bulletində öz əksini tapacaq. Ancaq düşmən qüvvələr çətinliklərlə birləşərək digər formada, faşizmin Alman proletariatına vurduğundan daha güclü təzyiqlə Sovet hökumətinə zərbə endirəcəklər. İndiki vəziyyəti yalnız repressiyaların köməyi ilə ələ almaq fikri tamamilə ümidsiz və faciəlidir. Bu mümkün olmayacaq. Mübarizənin öz dialektikası, sizin çoxdan yerdə qoyduğunuz dönüş nöqtəsi var. Repressiyalar nə qədər çox uzanarsa, o qədər də çox hesablandığı nəticələrin əksini verəcək. Rəqibi qorxutmaq yox, əksinə, ümidsizlik enerjisi oyadaraq onu qızıqlandırmaq lazımdır. Ən yaxın və birbaşa təhlükə isə rəhbərliyə inamsızlıq və ona qarşı artan düşmənçilik hisslərdir. Siz bunu məndən heç də pis bilmirsiniz. Lakin öz şəxsi siyasətinizin ətaləti sizin vəziyyətinizə durmadan pisləşdirir. Həm də bu maili müstəvinin son uçurumudur. Nə etmək lazımdır? Hər şeydən əvvəl partiyanı dirçətmək lazımdır. O ağrılı məsələdir, lakin ondan keçmək lazımdır. Mən bir anda olsa belə şübhə etmirəm ki, sol müxalifət partiyanı heç bir fəlakət olmadan və ya ən az itki ilə normal yaşam reysinə salmaq üçün Mərkəzi Komitəyə necə lazımdır kömək etmək hazır olacaq. Bu təklifə dair ola bilsin sizlərdən kimsə desin ki, sol müxalifət bu yolla hakimiyyətə gəlmək istəyir. Buna belə cavab verirəm. Söhbət sizin fraksiyanın, yaxud müxalifətin hakimiyyətindən mütləq və daha böyük bir problemdən gedir. Məsələ zəhmətkeşlərin dövlətinin, beynəlxalq inqilabın uzun illər boyunca taleyindən gedir. Əlbəttə, partiyada demokratiyasız mümkün olmayan inam rejimini bərpa etməkdə müxalifət Mərkəzi Komitəyə kömək edə bilər. Ancaq yalnız o halda ki, partiya daxilində müxalifətin özünə normal işləmək imkanı qaytarılsın. Yalnız tarixən yaranmış fraksiyaların partiya axırına çevrilməsi və sonradan onun içərisində əriməsi məqsədi ilə açıq və vicdanlı əməkdaşlıq mövcud konkret şəraitdə rəhbərliyə inamı bərpa edə və partiyanı dirçəldə bilər. Sol müxalifətin kəskin repressiyaları başqa tərəfə yönəldəcəyinə cəhd edəcəyindən ehtiyatlanmağa heç bir əsas yoxdur. Belə siyasət artıq sınaqdan keçirilib və özünü tamamilə tükədib. Axı vəzifə də ondan ibarətdir ki, onun nəticələrini ümumi qüvvələrimizlə aradan qaldıraq. Sol müxalifətin əlində seridə olduğu kimi beynəlxalq səhnədə də fəaliyyət proqramı var. Bu proqramdan imtina etmək barədə söhbət belə gedə bilməz. Ancaq bu proqramın həyata keçirilməsi yollarından hələ danışmadan, Mərkəzi Komitə və partiya qarşısında onun şərh və müdafiə edilməsinə gəldikdə isə sarsıntı və dağıntılara yol verməmək məqsədi ilə qabaqcadan razılıq əldə etmək olar və lazımdır. Vəziyyət necə gərgin olsa da, hər iki tərəfin könüllü razılığı ilə bir neçə ardıcıl mərhələdə onu zəiflətmək olar. Təhlükənin miqyası isə könüllü razılığı ehtimal, daha doğrusu diktə edir. Bu məktubun əsl məqsədi sol müxalifətin bu könüllü razılığını bəyan etməkdədir. Mən bu məktubu bir nüsxədə, xüsusi olaraq siyasi büro üçün göndərirəm ki, əgər o, bütün vəziyyəti nəzərə alaraq heç bir məlumat verilmədən ilkin danışıqlara başlamağı zəruri hesab edirsə, üsul vasitə seçimində ona lazım sərbəstlik verin. 15 mart 1933-cü il. Prinkipo, Lev Trotski.